Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bildiyiniz kimi son vaxtlar dünya ictimaiyyətini, dünya mediasını məşğul edən mövzulardan biri də İran-Qərb münasibətləridir. Daha doğrusu Amerika-İran münasibətləri. Və biz Donald Trump'ın Amerika Birləşmiş Ştatlarında prezidentlik vəzifəsinin icrasına başlayandan sonra, yəni 20 yanvar cari ilin 20 yanvar tarixindən sonra şəxsən Donald Trump'ın İrana qarşı təzyiq və təhdidlərini biz açıq şəkildə görürük. Donald Trump, yəni Amerika prezidenti İranı icad etdiklərinə boyun əyməkdə, yəni açıq şəkildə danışıqlara getmək ya da ki, deməli, zərbələr endirməsi ilə bağlı, yəni vuracağı ilə bağlı təhdidlər edirdi. Bu ayrı bir mövzudur ki, İran belə təhdidlərə artıq 79-cu ildən öyrəşib və heç bir zaman belə təhdidlərə boyun əyməyib və məhz onun nəticəsində də bugün gəlib elə bir vəziyyətə gəlib çatıb ki, artıq İranın gücü ilə, İranın inkişafı ilə bütün qərb dünyası, bütün dünya ictimaiyyəti razılaşmaq məcburiyyətindədir. Baxmayaraq ki, bir propaganda aparılır, media üzərindən İranın inkişafdan geri qalmış bir ölkə kimi təqdimatını təşkil eləməyə çalışırlar. Amma reallıq isə tam başqadır. Yəni, reallığın dünya elm adamları və dünyada ciddi şəxslər, ciddi postdan, ciddi tribunalardan səslənən fikirlər bundan ibarətdir ki, İran həqiqətən deməli inkişaf mərhələsini sürətlə keçir və bir çox məsələlərdə hətta Qərbin inkişaf eləmiş ölkələrini arxada qoyur. Qərbin məsələ İrana qarşı qısqanc yanaşması və İranı təhdid etməsi, İranda müxtəlif demokratiya adı ilə, müxtəlif daxili deməli mövzularla İranı parçalamaq istəməyinin əsas səbəblərindən də biri də İranın sürətlə inkişafına və tam müasir dövrə uyğun deməli inkişaf etməsinə qısqanc yanaşmadır. Və bu mövzunun tərkibində təbii ki, İranın nüvə enerjisindən istifadə məsələsi də var. Nüvə, deməli, İran İslam Respublikasının rəsmiləri, deməli, ali dini liderdən tutmuş ta digər rəsmilərə qədər dəfələrlə açıqlama veriblər ki, biz nüvə silahının istehsalı ilə bağlı hər hansı bir deməli, iş görmürük, planımız yoxdur və nüvə enerjisini dinc, deməli, sahələrdə istifadə etməyə cəhd edilir və bu sahədə də təbii ki, deməli, yeni texnologiyalarda sağlamlıqdan tutmuş, digər məişət məsələlərinə qədər və digər məsələlərə qədər deməli, nüvə enerjisinin istifadəsi bu gün əsas mövzulardan biridir. İran da məhz bu istiqamətdə iş apardığını açıq şəkildə ortaya qoyur. Deməli, əziz izləyicilər, dünən aprel ayının 16-sında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Grossi bildiyiniz kimi İran İslam Respublikasında olur və İran İslam Respublikasının Xarici İşlər Naziri və eyni zamanda İran nüvə sahəsi üzrə məsul şəxsləri ilə görüşlər keçirdi. Mən istəyirəm ki, həmən o Rafael Grossun deməli görüşlərin nəticəsi olaraq səsləndirdiyi, mətbuat üçün səsləndirdiyi fikirlərdən bir neçə cümlə olduğu kimi oxuyun buradan, xəbər paylaşılıb, həmən o xəbərdən olduğu kimi oxuyun və ondan sonra biz mövzumuzu müzakirəsinə davam edək. Deməli, həmən Rafael Grossi, bir də təkrarlayıram, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorudur bu. Açıqlama verir ki, İranın nüvə nailiyyətləri və elmi layihələri, xüsusilə də enerji, səhiyyə və müalicə sahəsindəki nailiyyətləri nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək üçün bizə lazım olan şeydir. İranın nüvə nailiyyətləri məni heyran etdi. Bu nailiyyətləri əks etdirməyimiz çox vacibdir. Yəni, adam özü
İranın dinc nüvə enerjisindən dinc yolla istifadə etməsi və bu istiqamətdə əldə etdiyi nailiyyətləri əslində bu adam özü təqdir edir və davamında deyir ki, bütün ölkələrin sağlamlıq və müalicə sahəsində dinc nüvə enerjisindən istifadə etməsi zəruridir. Lakin agentliyin missiyası nüvə silahlarının yayılmamasıdır və böyük əhəmiyyət kəsb edir. Sadəcə burada bildirir ki, agentlik, yəni Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə silahının yayılmasının qarşısını alır və ümumiyyətlə nüvə enerjisi ilə bağlı iş aparan ölkələrin bu sahədə onların həmən o prosesə nəzarət edir ki, nüvə silahı dünyada deməli çoxalmasın, artmasın. Bunların çoxalması təbii ki, dünyada ciddi təhlükələrin artması anlamına həm də gəlir və bu ümumi bir çox digər fikirlər də səsləndirir. Amma əsasən mənim demək istədiyim fikirlər deməli bunlar ibarət idi ki, biz onu səsləndirdik. Rafael Grossi əslində İranın nüvə proqramını, nüvə enerjisindən istifadə proqramını, daha doğrusu adını belə deyək, nüvə enerjisindən istifadə proqramını təqdir edir və İranın bu istiqamətdə nailiyyətlərini təqdir edir. İran rəsmiləri də əslində açıqlama verir ki, biz nüvə enerjisindən dinc yolla istifadə etməyi planlaşdırırıq. Ona görə də uranı zənginləşdirməklə məşğuluq. Amma nə yazıq ki, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb bloku və artıq Qərb bloku ilə bağlı çox ciddi problemlər də üzə çıxır. Qərb blokunun xüsusən bu ilin başlanğıcından dağılması, parçalanması, blokun deməli üzvlərinin, əsas üzvlərinin bir-birinə qarşı siyasi bəyanatlar səsləndirilməsi filan. Bunlar da tam bir ayrı bir mövzudur. Amma reallıqda yenə də hələ bu blok öz mövcudluğunu saxlayır və Qərb bloku ümumilikdə İranın baxmayaraq ki, deməli Atom Enerjisi və Beynəlxalq Agentliyin baş direktoru gəlib burada nəzarət aparır və öz mövqeyini qoyur ortaya. İran rəsmiləri də yenə öz mövqeyini dəfələrlə açıq qoyub ortaya. Buna baxmayaraq yenə də İran İslam Respublikasını Qərb bloku istəyir ki, bunun üzərindən ona hücum etsin və təbii ki, bu hücum da ayrı bir mövzudur. Şəxsən mənim düşüncəm bundan ibarətdir ki, Amerika başda olmaqla heç bir halda, heç bir Qərb blokuna aid olan heç bir qüvvə İran İslam Respublikasına indiki şəraitdə və inşallah belə davam edəcək. Belə davam edərsə, hücum etmək cəsarətini özündə tapmayacaq. Ona görə ki, adi bir detal deyim ki, 79-cu ildən bu günə qədər İranın Qərblə münasibətləri ortadadır və əgər Qərb, Amerika, şəxsən Amerikandan biz söhbət gedir, Amerika İrana hücum etmək fürsəti bu vaxta qədər tapmış olsaydı, o fürsəti heç bir zaman qaçırtmazdı. Necə ki, biz onu başqa ölkələrə işğal etmələrini görürük. Məsələn, 2003-cü ildə eyni fürsəti, həmən fürsəti İraqda gördü. İrana da eyni deməli amillə daxil oldu. İraqda güya nüvə silahının istehsalı ilə bağlı öncədən ümumi ictimai rəy yaratmağa çalışdı və yaratdı və sonra o bəhanə ilə girdi. Təbii ki, İraqı işğal etdikdən sonra nüvə silahı ilə bağlı artıq heç bir iş aparılmadı. Zaten yox idi, əvvəlcədən bilinirdi. Yəni, bunu ona görə demək istəyirəm ki, bu günə qədər Amerika işğalçı bir dövlətdir. Ona görə də işğal edə biləcəyi əraziləri, ölkələrə ilk fürsətində o işğal siyasətini həyata keçirilir. Əfqanistanı misal gətirə bilərik, İraqı misal gətirə bilərik, Suriyanı və digər, hələ mən müsəlman ölkələri deyirəm, bütün, yəni harda ilk fürsət düşən kimi işğal etmək istədiyi ölkəni dərhal işğal edib. Və ona görə də mən hesab etmirəm ki, İrana qarşı deməli bundan sonra da bu təhdidlərlə İrana qarşı hücum edə biləcək. Sadəcə təhdidlərlə İranı biraz qorxutmağa cəhd edir və eyni zamanda Qərb blokunun dünyada itmək üzrə olduğu nüfuzunu bu kimi təhdidlərlə biraz qorumağa cəhd edir. Yəni mən hesab edirəm ki, Amerikanın deməli
siyasi bu cür təhdidlərinin, siyasi bəyanatlarının arxasında məhz itirilmiş deməli Qərb blokunun itirilmiş nüfuzunu qorumaq da deyə bilmərik. Sadəcə müəyyən müddətdə bu nüfuzu saxlamağa cəhd eləyir. Çünki artıq dünya ayılıb və hətta biz Qərb elə mənbələrindən, özdə Qərbin nüfuz dairəsi olan mənbələrindən İranın doğru siyasət yürütdüyünü, İranın dediyim kimi inkişaf mərhələsi ilə, sürətli inkişaf mərhələsi ilə qabağa getdiyini və bütün hallarda həm siyasi, həm hüquqi, həm iqtisadi, həm elmi, xüsusən elmi texnologiya sahəsində və xüsusən səhiyyə sahəsində İranın nə qədər inkişaf etdiyini artıq Qərb ölkələri də qəbul edirlər və biz deməli Qərbin elə məhz təqdim etdiyi statistikalarda biz həqiqətən də elmi sahələrdə İranın nə qədər öndə olduğunu, yəni 79-cu ildən sonrakı İrandan söhbət gedir ki, ondan sonra İran hansı sıçrayışla irəliləyib, İranın universitetləri dünya universitetlərinin sırasındadır. İranın səhiyyə sahəsində xüsusən İranda çox ciddi deməli inkişaflar var. Eyni zamanda müasir silahların inkişafı ilə, müasir silahların istehsalı ilə bağlı xüsusi deməli inkişaflar biz müşahidə edirik. Hətta bir çox Qərb ölkələrini aparıcı silah istehsalında aparıcı Qərb ölkələrini arxada, müəyyən silahların istehsalında arxada qoyduğunu biz açıq şəkildə Qərb tərəfindən bu etirafları eşidirik və s. Və demək istəyirəm ki, bu günə qədər əgər Amerika Birləşmiş Ştatları və onun koalisiyasına daxil olan ölkələr əgər İrana deməli hücum etmək fürsəti tapmış olsaydılar, dərhal hücum edərdilər. Bunlar hamısı bir bəhanədir və yaxud da dünya ictimaiyyətini diqqətini yayındırmaqdır. Nə yazıq ki, Azərbaycan tərəfi də bu cür deməli Qərbin bu cür yalan dolu və saxta bəyanatlarını, siyasi təhdidlərini, siyasi bəyanatlarını fərqli görürlər. Onlar da təbii ki, mən deməzdim fərqli görürlər. Sadəcə onlar Qərb blokuna özlərini yapışdırmağa cəhd eləyirlər və demək olar ki, Qərbin, xüsusən Amerikanın hardasa maraqlarını təmin edirmişlər kimi özlərini göstərməklə sanki öz mövcudluqlarını qorumağa çalışırlar. Amma mən düşünürəm ki, həqiqətən bu cür təhdid dolu bəyanatlar İran İslam Respublikasının inkişaf mərhələsinin qarşısını ala bilməyəcəklər. İran öz xətti ilə, öz daxili və xarici siyasətini yüksək səviyyədə indiki formada düzgün olaraq inkişaf etdirməklə düşmənlərin qarşısında və xüsusən rəqibləri və düşmənləri, bəzi ölkələr rəqabət apara bilərlər, bu normaldır, amma əksərən düşmənlərinin qarşısında deməli öz əzmkarlığını qoruyub və bundan sonra da qoruyacaq. Əslində məni düşündürən bir sual var. Sual bundan ibarətdir ki, bugün Qərb, Amerika İrana deməli qadağa qoyur ki, sən nüvə silahını istehsal etməyəcəksən. Baxmayaraq ki, bu haqda danışdıq, baxmayaraq ki, İran rəsmiləri bunun nüvə silahının istehsalı ilə bağlı hər hansı bir addımın atmadıqlarını dəfələrlə bəyan ediblər. Buna baxmayaraq Amerika təkid edir ki, sən nüvə silahı yaratmayacaqsan, əgər sən yaratsan, mən belə eləyəcəm, elə eləyəcəm. Sual ortaya çıxır. Sənin Amerikanın və bir çox ölkələrin, dünyada deməli bir çox ölkələr nüvə silahına sahib ölkələr var. Sual ortaya çıxır ki, əgər nüvə silahı biz fərz etsək, yəni təbii ki, yenə də mən hesab edirəm və düşünürəm ki, İran ancaq nüvə enerjisinin dinc yollarından, dinc sahələrdə istifadə etmək üçün uranı zənginləşdirir və bu nüvə enerjisinin istifadə etmək üçün bu məqsədi daşıyır İranın fəaliyyəti. Amma biz fərz etsək ki, laf belə İran qarşısına məqsəd qoydu, mən nüvə silahı istehsal edirəm. Amerika bunu qadağan edir ki, sən deməli etməməlisən. Yaranan sual bundan ibarətdir ki, əgər nüvə silahının sahib olmaq
nüvə silahına sahib olmaq yaxşıdırsa, niyə İran deməli buna sahib olmasın? Yox, əgər pisdirsə, sən deyirsən İransan buna sahib olma, niyə sən sahibsən? Və əslində əziz izləyicilər, bu məntiqi sual həm də hesab edirəm ki, Amerikanın İrana qarşı bu təhdidləri və bu cür təzyiqləri, embargoları, iqtisadi blokada vəziyyətində illərdir İranı saxlaması və s. Əgər biz bu sualla bu məsələlərə yanaşsaq, aydın olacaq ki, əlbəttə burada Amerika və Qərb nə qədər haqsızdır və İran nə qədər haqlı durumdadır. Baxmayaraq ki, Qərbin bu qədər təzyiqlərinə, təhdidlərinə sinə gərərək həm daxili vəziyyəti stabil saxlayır, həm xarici gücünü artırır, həm deməli bütün sahələrdə, xüsusən yeni müasir dünyada müasir inkişafla bağlı səhiyyəsində, texnologiyasında və s. bütün sahələrdə İran ən azı ilk 10-luğa düşə biləcək bir ölkə səviyyəsinə gəlib çatıb. Yəni illər əvvəl bəlkə də inkişaf etmiş ölkələrin sıralasaydıq, bəlkə də heç İran ilk 50-liyə düşə biləcək səviyyədə deyildi. Amma biz gördük ki, İran İslam Respublikası indiki inkişaf etmiş ölkələr sırasında ilk 10-luqda var və ən azı bu iddianın əsasında o dayanır ki, bütün dünyanın hər bir yerində, bəlkə də mən deyərdim ki, bütün dünya ölkələrinin xəbər bülletenlərində ən azı həftədə bir neçə dəfə İranla bağlı bir xəbər orada sıralanır. Bu özü onu göstərir ki, İran düzgün mövqeydədir və bu sahədə kifayət qədər inkişaf mərhələsini keçir və qeyd edirəm ki, həqiqətən burada belə bir əsas mövzulardan biri də bundan ibarətdir ki, Qərb həqiqətən İslam ölkəsinin, İran İslam Respublikasının ki, adında İslam Respublikası var və bu ölkədə bütün bacardıqları qədər konstitusiya əsasən Qurana əsaslanır və Quranın ən azı Quranla müvafiqdir, Qurana zidd olan hər hansı bir maddə biz tapa bilmərik deməli İran konstitusiyasında və eyni zamanda düşüncəmiz də bundan ibarətdir ki, İran ideal dövlət deyil, ilahi ideal dövlət deyil təbii ki və ən azı yəni bu düşüncəyə sahib olsaq ki, İran ideal dövlət deyil, ilahi ideal dövlət deyil və amma özü müstəqil siyasət yürüdən, heç bir zaman Qərb blokuna tabi olmayan, onun diktəsi ilə siyasət aparmayan, onun diktəsinə birmənalı olaraq yox deyə biləcək qüdrətə sahib olan dünyada yeganə dövlət hesab eləmək olar. İranın bugünkü hakimiyyətini, bugünkü dövlətini. Buna görə də məhz Qərbin bu qısqanclığı və hegemon istismarçı, hegemon siyasətinin tərkib hissəsi olaraq istəyir ki, bütün ölkələr məhz Qərbin diktəsi ilə oturub dursunlar və Qərb istədiyi kimi o ölkələrin sərvətlərini somursun, sərvətlərini deməli mənimsəsin. Amma İran təbii ki, Qərbin bu diktəsini qəbul etmədiyinə görə müxtəlif bəhanələrlə İranı parçalamağa cəhd edirlər. İranda sadəcə rejimin dəyişikliyi, çünki İranda hakimiyyətin, mövcud hakimiyyət məhz İran dövlətini bu qüdrətə sahibləndirib. Ona görə də İranın qüdrətini deməli sıfırlamaq üçün və yaxud da qüdrətinin idarəçiliyini öz əlinə keçirmək üçün Qərb istəyir ki, İranda hakimiyyət dəyişikliyinə ən azı nail olsun. Çünki başqa planlar ki, bəzi yarı mütəxəssislər və yaxud da özlərini ekspert kimi, siyasi politoloqlar kimi, siyasətçilər kimi təqdim edən şəxslər müxtəlif fikirlər səsləndirirlər və s. Amma bunlar hamısı demək olar ki, boş havadan başqa bir şey deyil. Ona görə də mən hesab edirəm ki, Qərbin bugünkü əsas deməli fikri